Değerli xərçəngözlər, həminizi salamlayıram. Sizlər üçün 2025-ci ilin iyun ayının proqnozunu oxuyacağım. Saturn, söylədiyim kimi, Neptun, Mars, Jupiter 4 mühüm böyük planetlər birləşir bu yay bizim üçün. Amma indi əsas bu iyun ayında, iyunun 7-sindən məsəl üçün, iyunun 7-sindən hələ ki Venera bizdədir. Venera gözəllikdir, Venera qadın dostudur, Venera rəfiqədir, Venera ümumiyyətlə sağlamlıqdır. Xərçənglər üçün ümumiyyətlə səyahət çıxır, xərçənglər üçün, xərçəng üçün izolirованlı evlər çıxır və hansı xəstəxana olsun, müalicə olsunlar və yaxud hansı bir xəstəlikdən qurtulmaq ola bilər, qurtuluş ola bilər, ümumiyyətlə ola bilər izolirovanlı otelə getsinlər, bir neçə günlük istirahət üçün. Bax, bunlar da ola bilər. Ümumiyyətlə, ayın 11-i, 13-ü dəyərli xərçənglər üçün finans çıxır. Pul, para. Ola bilər kimsə sizə, məsəl üçün, gözləyirsiniz bir müəyyən məbləğ, məsəl üçün 300 manat civarı, sizə onun artığını verə bilərlər. Və yaxud kömək mənasında yardım ola bilərsiniz, kömək. Bəzi xərçənglər ümumiyyətlə məkanlarını dəyişəcəklər, işlərini, işlədiyi, çalışdığı yeri, məkan yəni çalışdığı yer mənasındadır və yaxud bu işdən çıxıb digər yüksəlişə gedə bilərlər, yüksək işə. Ümumiyyətcə, xərçənglər üçün yeni həyat çıxır, yeni həyata start, yeni tanışlıqlar. 7 il bundan öncə, 3 il bundan öncə, 14 il bundan öncə nələri yaşamısınız, ona bənzər bir vəziyyəti yaşaya bilərsiniz, amma yaxşı mənada və ümumiyyətcə yeni tanışlıqlar çıxır sırf xərçənglər, çünki bunları vəziyyətdən çıxartsan, daha da finanslarını yaxşı vəziyyətə gətirsin, kömək, dəstək, təkcə bir qap xörəkdən getmir söhbət, yəni ümumiyyətcə dəstək, kömək, iş qura bilərsiniz kimdənsə və yaxud kimsə sizə bunu da söyləyə bilərlər. Mən dükan açıram, gəl dükanın sahibi ol, restoran açırım, işlədirəm, sən onun sahibi ol. Orada böyük kimi göstər özünü. Bəzi qruplarda fəal iştirak edəcəksiniz, bəzi çevrədə, bəzi yerlərdə, çevrədə məsəl üçün böyük kimi iştirak edəcəksiniz. Ola bilər hansı kampaniya olsun, hansı iş, nişan, toy, məsələn, xoş yəni bir mərasim olsun. Elə bunda da böyük sizin iştirakınız ola bilər. Xərçənglər üçün yeni interyer çıxar, yeni ola bilər evlərini təmir etsinlər, evlərini yeni əşyalar alsınlar və yaxud yeniliklər etsinlər. Məsəl üçün, köhnələri atıram, tezələri gətirirəm, bax bu kimi. Xərçənglər ümumiyyətcə bəzi insanları həyatlarına siləcəklər, artıq başlayıblar silməyə, beyinlərinə qoyublar onu. Aha, mən bunu siləcəm və yaxud mən bunu lazım olan yerdə, səviyyədə dərsini verəcəm kimi və bunları da eləyəcəklər. Ümumiyyətlə, xərçənglər üçün Polnoluniyada bildiyimiz kimi 11-i Polnoluniyadır. Polnoluniyada bol ruzu bərəkət, bol risk çıxır, pul, finans çıxır. Və yeni ayda da belə, 25 iyunda yeni aydır. Yəni, yeni ayda da yeniliklər gözlənilir. Yəni, yeni start, nələr əsasları. Bəziləri idmana başlayacaq, bəziləri səyahətə gedəcəklər, ümumiyyətcə xaricdə işləməyə qərar alacaqlar, bəziləri ümumiyyətcə xaricdə yeni bir iş açmaq qərarına gələcəklər. Xərçənglər üçün ümumiyyətcə möcüzələr çıxır. Onlar üçün bu möcüzə olacaq, nəyinsə. Məsələn, xəstəliyin sağalması möcüzə ola bilər və yeni insan çıxar, bunlara elə bir dəstək, kömək ola bilər ki, özləri möcüzəvi şəkildə bunlara gələr də, yəni bunlara təəccüb olar, amma yaxşı mənada təəccüb yaradar. Ümumiyyətcə, yeni ayda, dolu ayda siz xərçənglər üçün pul, maddiyyat var, amma bəzi xərçənglərə iynə, dava, dərman, müalicə, izolirovanlı evlər çıxır, yəni bu xəstəxana ola bilər, bu hansı poliklinik ola bilər, otel ola bilər, yəni istirahət anlamında gedərsiniz istirahətə, müalicə almaq üçün. Bax, bunlar çıxır və ümumiyyətcə xərçəng üzlərinə şans çıxır, qonaqlar çıxır, müsafir getmək çıxır, müsafir gəlişi çıxır. Yəni belə bir sözdən çox gözəl gəlir xərçənglər üçün. Dəyərli xərçənglər, videomu like etməyi, paylaşım etməyi unutmayın və mən hər birinizə bol şanslar arzu edirəm. Ümumiyyətcə, xərçənglər üçün yeni həyat çıxır, yeni həyata start, yeni tanışlıqlar. 7 il bundan öncə, 3 il bundan öncə, 14 il bundan öncə nələri yaşamısınız, ona bənzər bir vəziyyəti yaşaya bilərsiniz, amma yaxşı mənada
və ümumiyyətcə yeni tanışlıqlar çıxarsın xərçənglər, çünki bunları vəziyyətdən çıxartsan, daha da finanslarını yaxşı vəziyyətə gətirsin, kömək, dəstək. Təkcə bir qap xörəkdən getmir söhbət. Yəni ümumiyyətcə dəstək, kömək, iş qura bilərsiniz kimdənsə və yaxud kimsə sizə bunu da söyləyə bilərlər. Mən dükan açıram, gəl dükanın sahibi ol. Restoran açıram, işlədirəm, sən onun sahibi ol. Orada böyük kimi göstər özünü. Bəzi qruplarda fəal iştirak edəcəksiniz, bəzi çevrədə, bəzi yerlərdə, çevrədə məsəl üçün böyük kimi iştirak edəcəksiniz. Ola bilər hansı kampaniya olsun, hansı iş, nişan, toy, nəsə xoş, yəni bir mərasim olsun və bunda da böyük sizin iştirakınız ola bilər. Dəyərli xərçəng gözləri, həm də sizlər üçün ümumiyyətcə bu Neptundur, Saturndur, Marsdır. Mars ümumiyyətcə ehtiraslı bildiyiniz kimi. Mars hərəkətdir, tez yeni bir hərəkətdir. Burada idman, spor, burada gəzinti çıxa bilər, yəni putişestri ola bilər, səyahət, yox səyahətlər ola bilər. Ümumiyyətcə bunların hər birinin özünün müsbət təsiri olacaq siz xərçənglərin üzərində və əsas odur ki, səmərəli istifadə edə bilərsiniz bunları. Mən bu arada xərçəng bizlərini də təbrik etmək istəyirəm. Kimlərin ki, doğum günləri olacaq. Hər birinizə can sağlığı arzu edirəm. Əsas can sağlığı və bütün istədiklərinizə çatasınız. Heç zaman yoxdan elimdə qalmıyorsunuz. Necə edim deməyəsiniz. Hər şey ayağınıza gəlsin. Hər şey hazır olsun. Hər zaman da belə qəşəng, zövqlü, gözəl görünəsiniz. Hər zaman da sözünüz keçsin. Hər zaman da bax belə ürəyiniz istəyən kimi həyat yaşayasınız. Dəyərli xərçəng bizləri.